Usikum və nəfsi bitəqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala bu cümə gününün xeyir və bərəkətindən bütün müsəlmanlara inayət etsin. Allah Taala bütün müsəlmanların ibadətlərini, dualarını qəbul etsin inşallah. Hidayət barəsində danışırdıq. Mövzumuz hidayət barəsində idi ki, keçən cümə günündə biz insanların hidayət olması dəlillərlə olmalıdır, sübutlarla olmalıdır. Yəni, təqlidi yolla ibadət etmək olmaz, təqlidi yolla hidayət olmaq olmaz. Gərək özündə aşkar dəlillər olsun ki, sən həmin dəlillərlə haqqı tapasan və haqqa ibadət edəsən. Keçən cümə günündə bu barədə danışırdıq. Bir sıra insanlar var ki, hidayət olmurlar. Təbii ki, biz əvvəl danışdığımız zaman dedik ki, hər bir müsəlmanın duası və arzusu olmalıdır ki, bütün insanlar hidayət olsun. Hamı üçün Allah Taala'dan hidayət istəməliyik. Hətta görürsən ki, bir nəfər günah eləyir. Onun üçün bəddua etmək lazımdır. Dua eləyək ki, Allah hidayət etsin. Bir nəfər səhv yoldadırsa, dua eləyək Allah hidayət etsin. Və hidayətə mane olan amillər nədir? Nə üçün bütün insanlar hidayət olmurlar, ya ola bilmirlər? Düzdür, biz bütün səbəbləri göstərə bilmərik, amma o həmin maneələri gərək bilək. Nədir səbəb? Niyə görə? Quran-ı Kərimdə Allah Taala Adəm əleyhissalamı yaradanda mələklərə deyir ki, Adəmə səcdə edin. O cümlədən də iblis. Mələklər səcdə edir, iblis səcdə etmiş. Allah Taala iblisi dərhal cəzalandırmır. Sual verir iblisə. Allah Taala bu cür buyurur. Bismillahirrahmanirrahim. Qalə mə mənəəkə əllə təscud. İblisə bu cür deyir ki, sənə nə mane oldu ki, sən səcdə etmədin? Nə mane oldu sənə səcdə etmədin? Yəni, qiyamət günündə Allah Taala tək-tək insanlara bu sualı soruşacaq. Tək-tək insanlara sual verəcək ki, sənə nə mane oldu ki, sən mənə ibadət etmədin? Sənə nə mane oldu? Hamıdan bunu tək-tək soruşacaq. Düzdür, bəzi insanlar olacaq ki, onlardan heç soruşmağa ehtiyac yoxdur. Quran-ı Kərimdə Allah Taala buyurur ki, onlar sorğu-sualsız cəhənnəmə gedəcəklər. Sorğu-sualsız gedəcəklər. Daha ondan soruşmağa ehtiyac yoxdur. Allah Taala bu cür maneəni öyrənir. Nədir maneə olan? Ümumilikdə baxsaq, görərik ki, məsələn, Həzrəti Musa Peyğəmbər Tövrat kitabını götürməyə gedib, gəlir, görür ki, cəmaat buzova pərəstiş edir. Harunu tapşırıb ki, bu cəmaatdan müğayət ol. Cəmaatın içərisində səni xəlifə qoyuram, imam qoyuram, rəhbər qoyuram. Və cəmaatın buzova pərəstiş etməsini gördükdə Musa Peyğəmbər deyir, Ya Hərun, qalə ya Hərun, mə mənəəkə izrəəytəhum zəllu. Nə mane oldu sənə ki, bunları buzovu pərəstiş etməkdən çəkindirmədin. Bunlar zəlalətə getdilər. Hələ zəlalət barəsində danışanda deyəcəyik. Çünki hidayətin əksi zəlalətdir. Hidayətin əksi, ziddi zəlalətdir. Onlardan da danışacağıq. Demək, maneəni bilmək lazımdır. Maneə nədir? Maneələrdən birincisi cəhalət. Bilməməkdir. Yəni, insanlar bilmirlər. Peyğəmbər sallallahu nə cür buyurur? O ki, ona daş atırdılar, ona əziyyət eləyirdilər. Peyğəmbərimiz buyurdu ki, bilmirlər. Bilsəydilər, belə eləməzdilər. Bilmirlər, bilsəydilər, belə etməzdilər.
İnsan təbiətən dünyaya gəldiyi zaman cahildir. Cahildir mənası nədir? Yəni bilmiş. Cahilin mənası budur, bilmiş. Təbiətən budur, insan dünyaya gəldi, bilmiş. Və yaş keçdikcə, zaman keçdikcə, mühitdə olduqca, elm öyrəndikcə, insanların içərisində olduqca artıq öyrənməyə başlayır. Allah Teala insanın yaradılışından buyurur ki, İnnehu kana zalumen cehula. Həqiqətən o, yəni insan özünə zülm edəndir və cahildir, bilmiş. Peyğəmbər sallallahu buyurur ki, İnnəl cahilən mən əsəllah. İnsanlar bilməməkdən Allaha günah edirlər. Kumeyn duasında belə bir hissə var. Belə bir hissə var. Təcərrətu bicəhli, bicəhaləti. Öz cahilliyimdən cürət elədim. Cahilliyimdən cürət elədim. Yəni, harada ki, günah eləmişəmsə, cürət eləmişəmsə günah etməyə, yəni bu cəhalətimdən baş verib. Bilməmişəm, eləmişəm. Peyğəmbər buyurur ki, İnnəl cahilə mən əsəllah. Həqiqətən cahil o kəsdir ki, Allaha üsyan edir. Və imkanə cəmilul mənzər. Baxmayaraq ki, yaraşıqlı adamdır, görkəmli adamdır. Və əzimul xətər. Xətrini istədiyimiz adamdır. Xətri əzəmətli, hörmətli adamdır. Xətri istənilən adamdır. Amma günah eləsə, elə cahildir. Aleykümselam. İmam Əli əleyhissalam buyurur ki, müsibətlərin ən böyüyü cəhalətdir. Buyurur, əzəmul məsaib əl-cəhl. Müsibətlərin ən böyüyü cəhalətdir. Ən böyük müsibət cəhalətdir. Ən böyük müsibət insanların bilməməzliyidir. Nə qədər görürsən, çox istədiyimiz adamlar var. İstəyirik onlar hidayət olsun. İstəyirik onlar da ibadət etsinlər, Allah Taala'nın yolunda olsunlar. Amma onların cəhaləti imkan vermir. İmam buyurur ki, kəm min azizin. Nə qədər əziz insanlar var ki, əzəlləhu cəhlu. Cəhalətləri onları zəlil eləyib. Cəhalətləri onları Allahdan ayırıb. Cəhalətləri onları hörmətdən salıb. Cəhalət budur. 3 hissədə bunu danışmaq olar. Bir hissə budur ki, ağıl, elm, cəhalət. Ağıl, elm, cəhalət. Hədisdə imam buyurur ki, əl-əql yəhdi və yunci. Ağıl budur ki, insanları hidayət edir və nicat verir. Düzdür, Quran-ı Kərimdə Allah Teala buyurur ki, Allahdan yalnız alimlər qorxar. Belə bir ayə var Quran-ı Kərimdə. Bu alimlərdən məqsəd ki, indi bizim fikirləşdiyimiz alimlərdir, yoxsa təkcə bilənlərdən gedir söhbət ki, bilənlər, məlumatı olanlar qorxar. Və bu həmin kəlamda da Həzrət buyurur ki, əl-əql yəhdi, ağıl insanları hidayət edir. Ağıl insanlara doğru yolu göstərir. Və yunci və nicat verir. Cəhalət onun əksidir. Vəl-cəhlu yuğvi. Cəhalət insanı alladır. Və yurdi və məhv edir. Əvvəl alladır, sonra da məhv edir. Cəhalətin fəsadı bax budur. Bəzi hallarda insanların bilməməyi üzürlidir. Bəzi hallarda insanların bilməməyi üzürsüzdür. Üzürlü hansı hallardır? Peyğəmbər sallallahu buyurur ki, bir hədis var. Bunu alimlərimiz üsul elmində düstur kimi istifadə edirlər. Hansı hədisdir? Buyurur ki, Peyğəmbər sallallahu ki, rufiya an ümməti tis'atun. Mənim ümmətimdən 9 şey götürülüb. Yəni 9 şeyə görə ümmətimdə günah yazılmaz.
biri xətadır, biri nisyandır, 9 şey var. Deyir, onlardan biri mələ ya'ləmu. O şeyi ki, bilmirlər, bilmədiyinə görə Allah Taala günah yazmır adama. İnsan bilmədən bir iş görürsə, günah yazılmır. Amma bəzi hallarda var ki, görürük ki, yox, belə deyil. Məsələn, necə? Uşaq bir səhv eləyir, Uşağın etdiyi səhvi hamısı üzürlü bilir. Niyə görə üzürlü bilir? Deyirlər, bu uşaqdır. Uşağın etdiyini böyük edəndə heç kəs onun üçün üzürlü bilmir. Uşaq üçün onu keçəndə böyük üçün onu keçmirlər. Niyə üçün? Səbəb nədir? Çünki uşaq həmin yaş dövründə ağlı inkişaf etmədiyindən bu işi edir. Amma böyük, yetkinlik yaşına çatmış insan, ağlı həddibuluğa çatmış insan bu işi edəndə görürsən ki, bu iş onun üçün üzürlü hesab olunmur. O cümlədən qiyamət günündə də Allah Taala bilənlərlə bilməyənlərin arasında fərq qoyur. Bilənlərlə bilməyənlərin arasında fərq qoyur. Özü də ayədə bu cür buyurur. Buyurur ki, qul, Peyğəmbər de, həl yəstəvillezine ya'lemunə vəllezine la ya'lemun. Peyğəmbər denən, bilənlərlə bilməyənlər eynidir. Bilənlərlə bilməyənlər bərabərdirlər? Yox, bərabər deyirlər. Yəni, bu sualın özü elə cavabdır. Allah Taala buyurur ki, yəni, bilənlərlə bilməyənlərin məsələsi eyni deyil. Bilənlərin sorğu-sualı tam başqadır. Bilməyənlərin sorğu-sualı tam başqadır. Hələ bu cəhalətin, bilməməyin səbəblərini bu cür deyirlər. 2 qismə bölürlər. Bir üzürlü səbəbdən bilmir. Yəni, bu adam heç yanda eşitməyib, xəbəri olmayıb, heç yanda buna danışmayıblar, deməyiblər, xəbəri yoxdur. Necə ki, İmam Əli əleyhissalam qəzavət edir, bir nəfəri qəzavət edir. Peyğəmbər sallavatullahdan sonra birinci xəlifənin dövrüdür. Bir nəfəri günah halında tutublar. Günah halında, yəni içkili halda tutublar. O vaxtda içkili halda tutmaq cəza tətbiq olunurdu. Məsələn, indi bugünkü dövrdə qismən ona cəza verilir. Sürücü əgər içkili halda maşını sürürsə, ona cəza tətbiq edir yol polisi və düzdə eləyir. O zamanda İmam Əli əleyhissalam qəzavət edir. Qəzavēti birinci xəlifə eləyir, deyirlər yox, İmam Əli eləsin qəzavēti. Bu adamı içkili halda tutublar, cəmaat hamısı yığışıb ki, buna cəza verginə. İmam Əli əleyhissalam soruşur bu adamdan ki, sən bilirdin ki, ya içki içmək haramdır? Dedi, yox, bilmirdim. Üzünü cəmaat tutdu. Cəmaat siz demişdiniz bu adama ki, ya içki içmək haramdır. Cəmaat dedi, yox, biz də deməmişik. İmam buyurdu ki, bu adam üzürlüdür. Bilmir. Hətta orada imam deyir ki, şallağı sizə vurmaq lazımdır. Sizi cəzalandırmaq lazımdır, bu adamı yox. Çünki siz deməmişsiniz. Bax, bu həmin məsələdə insan bilmədən bir iş görürsə, onu nə bəndə cəzalandırır, nə də Allah cəzalandırır. Və həmçinin Quran-ı Kərimdə Allah Taala buyurur ki, "Mən amilə minkum su'an bi cəhalətin." Hər kəs ki, bilmədən bir pis iş görürsə, "Mən amilə minkum" sizlərdən hər kəs bir pis iş görürsə bi cəhalətin bilmədən, "Sümmə təbə" sonra tövbə eləyir. Min bədihi o etdiyi günahdan sonra, pis əməldən sonra. Və əsləhə və əməli salih olur. Allah Taala buyurur ki, "Fəənnəhu ғəfurun rəhim." Həqiqətən Allah Taala bağışlayan və mehribandır. Yəni, üzürlü səbəb o adamdır ki, o adama heç bir xəbər gəlib çatmayıb və heç bir yerdən də məlumatı yoxdur. Üzürlü adam cəhalətli odur. Üzürsüz adam kimdir? Üzürsüz adam odur ki, məlumatı var,
Bilir Allah var, qiyamət var, Quran var, Peyğəmbər var, namaz qılmaq vacibdir, oruc tutmaq vacibdir, dinin əhkamına, şəriətə xəbərdar adamdır, amma buna baxmayaraq yenə də günah etməkdə davam edir. Hər halda bizim yenə də niyyətimiz odur ki, hüsn-i zənn edək. İnsanlar bilmirlər, bilsəydilər, belə etməzdilər. Birinci səbəb hidayətə mane olanlardan insanların bilməməyidir. Və əlbəttə Allahı tanısalar, Allah Taala'dan xəbərdar olsalar, mümkündür ki, insanlar günah eləsinlər. Əgər insanlar Peyğəmbər salavatıllahı tanısalar, imamları tanısalar, Əhl-i Beyti tanısalar, Quranı tanısalar, əlbəttə ki, günah etməzlər. Və bunlar hamısı tanımamaqdan irəli gəlir. Və inşallah gələn cümələrdə hidayətə mane olan amillərdən növbəti hissəni sizin diqqətinizə çatdıracaq. Allah Taala inşallah bütün hidayət olmayanları haqqa hidayət etsin, hidayət olanları sabit qədəm etsin inşallah.